Dövlət proqramında əkin sahələrinin genişləndirilməsi qarşıya məqsəd qoyulub. Bu səbəbdən Naxçıvanda payızlıq əkinlərinin 20 min hektara çatdırılması nəzərdə tutulur. Sözü gedən dövlət proqramında 5 prioritet, 16 fəaliyyət istiqaməti və 86 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Bu fəaliyyət istiqamətlərindən də biri torpaq resurslarından və soyma suyundan səmərəli istifadə ilə bağlı məsələlərdir ki, hazırda Naxçıvan Muxtar Respublikasında aidiyyatı dövlət orqanları ilə birgə torpaq resurslarından səmərəli istifadə olunması ilə bağlı istifadəsiz qalan və ya təyinatı üzrə istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi və həmin torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı müvafiq işlər həyata keçirilməkdədir. Əkin sahələrində rentabilliyin artırılması ilk növbədə su resurslarının təkmilləşdirilməsindən asılıdır. Ölkə başçısı tərəfindən cari il fevralın 21-də Muxtar Respublikada su ehtiyatlarından səmərəli istifadə ilə bağlı imzalanan sərəncam bu sahənin inkişafına geniş imkan yaradacaq. Nasos stansiyalarının, həmçinin nasos stansiyalarından qidalanan hidrotexniki qurğuların yenidən qurulması, əsaslı təmin edilməsi əkin sahələrinin genişlənməsinə və sahələrin suvarma suyu ilə vaxtında təmin olunmasına mühüm töhfə verəcək. Qeyd edim ki, cari ildə yazıq əkinlər 4300 hektar sahədə həyata keçirilmişdir. Bu rəqəmin isə növbəti ildə, yəni 2027-ci ilin yaz əkini mövsümündə 6000 hektara çatdırılması hədəf olaraq planlaşdırılmışdır. Sözgedən 6000 hektar həyətyanı sahələr istisna olmaqla planlaşdırılmışdır. Bu istiqamətdə də müvafiq təhlillər, müvafiq ixtisaslaşmalar həyata keçirilir. Bugün kənd təsərrüfatında tətbiq olunan müasir texnologiyalar, fermerlərə göstərilən dəstək və yeni layihələr aqrar sektoru daha da gücləndirir. Odur ki, bu ilin məhsulu üçün ötən ilin payız mövsümündə 12555 hektar sahədə payızlıq taxıl əkən fermerlər növbəti mövsümdə bu rəqəmin 20 min hektara çatdırılmasını nəzərdə tutublar. Hafiz Əliyeva, Namiq Abbasov, NTV Xəbər.